Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bugün Time 2026 kitabına düşmüş abstrakt təfəkkür mövzusunun izahını verəcəm ki, bu mövzu yeni mövzudur və kurikulum çərçivə sənədinə yeni əlavə olunmuş mövzulardan biridir. İzaha başlamamışdan əlavə sizə fevral kurikulum qrupumuz haqqında məlumat vermək istəyirəm ki, bu qrup həm vaxt cəhətdən, həm maddi cəhətdən imkanı olmayan müəllimlər üçün çox əlverişli qrupdur. Tam sıfırdan fevral qrupumuz açılır. Yalnız bir dəfə ödəniş ödəməklə siz bu qrupa qoşula bilərsiniz. 4-5 ay ərzində yalnız bir dəfə ödəniş ödəyəcəksiniz. Çox əla bir qrupdur. Vaxtı olub canlı dərs, vaxtı olmayıb daha doğrusu canlı dərslərə qoşula bilməyən müəllimlər üçün, maddi cəhətdən canlı dərslərə qoşula bilməyən müəllimlər üçün, materiallardan istifadə edə bilməyən müəllimlər üçün çox əlverişli deməli qrupdur. Bu qrupda haqqında geniş məlumat əldə etmək üçün 050 837 03 05 nömrəsinə yazaraq dərslərimiz haqqında maraqlana bilərsiniz və onu da qeyd edim ki, dərslər yenilənmiş metodika çərçivə sənədinə uyğun olaraq həyata keçirilir. İndi başlayaq abstrakt təfəkkürdən. Abstrakt təfəkkür nədir? Ümumiyyətlə bu təfəkkür deyəndə nə nəzərdə tutulur? Abstrakt düşünmə təhsildə və intellektual inkişafda mühüm rol oynayan əsas bir idraki bacarıqdır. Yəni, bu abstrakt təfəkkür dedikdə gözlə görünməyən, əllə tutula bilməyən, bir şeylər haqqında düşünməkdir. Yəni, abstrakt təfəkkür gözlə görünməyən, əllə tutulmayan şeylər haqqında düşünmək bacarığıdır. Yəni, sadə dildə, loru dildə desək budur. Yəni, psixologiyada abstrakt təfəkkür insanın birbaşa hiss orqanları ilə görmədiyi, toxunmadığı konkret obyektlər deyil, anlayışlara, prinsiplərə, simvollara, qaydalara əsasən düşünmə qabiliyyəti kimi izah edilir. Abstrakt təfəkkür dedikdə, müəllimlər, burada artıq biz əzbərləmək yox, artıq biz təsəvvürümüzdə canlandırmalıyıq. Misal üçün, sevgi, dostluq, ədalət bunlar görünmür. Amma bunlar var. Bunlar varsa deməli bu nədir? Bu abstraktdır. Sonra abstrakt təfəkkürdə deyirsən ki, əgər belə etsəm necə olar kimi düşünmək. Misal üçün, sabah yağış yağsa nə edərəm? Bax, bu fikir gözümüzlə görmürük, əlimizlə tutmuruq. Amma beynimizdə var da, yəni abstrakt təfəkkür nə olar? Nəticə nə olar? Necə olar? Bu düşüncəni tələb edir. Yəni, böyüyəndə həkim olmaq istəyirəm. Necə olar? Həkim olsam necə olar? Bunu mən beynimdə fikirləşirəm, beynimdə canlandırıramsa, bu olur abstrakt təfəkkür. Misal üçün, qələmdir, kitabdır, masadır, dəftərdir. Bunlar görünür. Bunlara toxuna bilirik, əl vura bilirik, əlimizə götürə bilirik. Bunlar konkret təfəkkürdür. Amma bir şəkilə baxıb, şəkili məna çıxartmaq, bu abstraktdır. Deyə bilərsiniz ki, şəkili görə bilirik də. Bəli, şəkili görürük. Hətta əlimizə alıb baxa bilirik. Amma onun mənasını beynimizdə canlandırıb düşünürüksə, bu olur abstrakt təfəkkür. Və abstrakt təfəkkürü mən bundan əvvəl deməli praktik təfəkkürün izahını verdim və praktik təfəkkürə aid də bir düstur çıxarmışdım. Eynən abstrakt təfəkkürə aiddir. İndi bir düstur yazacağam. Kimlər praktik təfəkkürü dinləməyiblərsə, YouTube kanalımıza daxil olub onu da dinləyə bilərlər. Bütün yeni mövzuların, bu arada onu da qeyd edim ki, bütün yeni mövzuların hər birinin tək-tək izahını çəkib YouTube'a yerləşdirəcəm. Yəni, hər kəs üçün faydalı olsun. Kimlər YouTube kanalımıza abunə deyilsə, abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayaq. Yəni, sizin rəyləriniz bizim üçün çox dəyərlidir. Və abunə olun ki, hər gün paylaşılan yeni izahlardan xəbərdar olasınız. Müəllimlər, indi mən abstrakt təfəkkürü qısa şəkildə sizə deyim ki, abstrakt təfəkkür bərabərdir. Təfəkkür də yazaq. Bərabərdir. Xəyal
Məna ilə, düşüncə ilə düşünmək. Məna ilə, düşüncə ilə düşünmək. Bax, bu abstrakt təfəkkürdür. Yəni, sən xəyalən düşünürsən, nəyinsə mənasını çıxardırsan, nəyisə düşüncəndə canlandırırsansa, bu olur abstrakt təfəkkür. Misal üçün, şagird hər hansı bir nağılı danışırsa, bu nağıldan dərs çıxarmaq, bu artıq abstrakt təfəkkürdür. Uşaq vaxtı yəqin ki, çox adam bu oyunu oynayıb. Uşaq vaxtı çubuqdan at kimi istifadə edirdilər. Böyük bir çubuqdan uşaqlar at kimi istifadə edirdilər. Sanki bir at sürürlər. Yəni, bax, çubuğu beyinlərində at kimi canlandırırlar. Bundan bu cür istifadə edirlər. Xəyalında bu cür bunu canlandırır. Bu abstrakt təfəkkürdür. Xəyalında super qəhrəman olur şagird. Xəyalında hörmüçək adam olur şagird. Bu xəyalında, beynində bunu canlandırır. Abstrakt təfəkkürdə, misal üçün, belə deyək də, biz adətən deyirik ki, vaxt uçdu. Vaxt uçmur. Vaxt qanatları yoxdur ki, uça. Vaxt uçmur. Amma biz bunu bu cür deyirik. Yəni, bu cür canlandırırıq beynimizdəki. Yəni, tez-tez getdi, anidən gedir, uçur. Yəni, bu cür biz deyiriksə, bu bizim beynimizdə canlandırdığımızdır. Abstrakt təfəkkür çox vaxt dil vasitəsilə də təşkil olunur. Anlayışların adlandırılması, onlar arasında əlaqələrin sözlə ifadəsi, arqument və izah qurmaq, hamısı abstrakt düşünmədir. Şifahi simvolik formaya salırıq biz sözləri. Bayaq dediyim kimi, vaxt uçdu. Bu təfəkkür həm dəqiq, həm sosial, həm humanitar sahələrdə, həm də gündəlik həyatda bizi daha doğru qərarlar verməyə, çətin tapşırıqları anlamağa kömək edir. Bəs indi biz məktəbdə, biz tədrisdə abstrakt təfəkkürü inkişaf etmək üçün nələr etməliyik? Müəllim buna necə dəstək olmalıdır ki, şagirdlərdə abstrakt təfəkkür inkişaf eləsin? Bunun üçün müəllimlər birinci növbədə konseptuallaşdırma olmalıdır. Konseptuallaşdırma. Ümumiyyətlə, abstrakt təfəkkür konseptual biliklə sıx əlaqəlidir. Mücərrəd düşünmə bacarıqları, hadisələrin, hərəkətlərin arxasında sənin öz yanaşman, öz düşünmən olur. Konseptual bilik nədir? Mən həmişə müəllimlərə, öz müdavimlərimə keçəndə deyirəm ki, məsələyə öz kontekstindən yanaşmaqdır. Özünün nəticəyə gəlməsidir, özünün qərar verməsidir. Abstrakt düşüncədə budur. Sən beynində nəyisə canlandırırsan öz kontekstindən və konseptuallaşdırma tapşırıqları. Yəni, şagirdlər öyrəndiyi anlayışın mahiyyətini, arxasındakı o əsas ideyanı dərk etməsidir. Yəni, məqsəd şagirdə hər hansı bir tərifi əzbərlətmək deyil ki, yəni bu tərifi əzbərlə. Yəni, bu yox. Amma bu tərifi öyrəndikdən sonra bu öyrəndiyini öz sözlərindən ifadə etmək. Funksiya düsturunu mən şagirdlərə keçmişəm. Ümumiyyətlə, funksiya anlayışını, funksiya dərsini çox yaxşı öyrənmişəm. İndi burada məqsəd, mən onlardan tələb etmirəm ki, gəl funksiyanın düsturlarını yaz, anlayışlarını yaz. Mən deyirəm ki, bunu yazmadan izah et. Funksiyanı sən beynində canlandırıb izah etməlisən. Və yaxud da fəza fiqurları var. Fəza fiqurları bilirsiniz ki, bunu həndəsə riyaziyyat, fizika müəllimləri daha yaxşı bilir də. Fəza fiqurlarında canlanma olmalıdır. Uşaq onu gözünün qarşısına gətirməli, bacarmalıdır. Bax, bu nədir? Bu abstrakt təfəkkürdür. Və bu konseptuallaşdırır bu, demək, beynində bu tapşırıqları. Və yaxud deyirəm ki, riyaziyyatdan qaydanı əzbərləmək yox, əzbərləmək yerinə anlamaq. Tarixdən hadisənin səbəbini düşünmək. Tarixdə hər hansı bir hadisələr baş verir və ya, nə bilim, inqilab baş verir. Bunların səbəbini düşünmək, bu artıq konseptuallaşdırmaya aiddir. Ədəbiyyatdan şeirin mənasını tapmaq, şeirin mənasını anlamaq, bu abstrakt təfəkkürdür və konseptuallaşdırmaya aiddir. Deməli, birinci nə oldu? Məktəbdə, müəllim dərsdə abstrakt təfəkkürü inkişaf etdirmək üçün birinci konseptuallaşdırma tapşırıqları verməlidir. İkinci olmalıdır, müəllimlər, simvolizm və metafora. Simvolizm və metafora. Abstrakt fikirləri
Simvolizm, yəni bir obraza və ya bir bənzətmə vasitəsilə istifadə edirsən. Şagird hər hansı bir şəkili, vəziyyəti, modeli əlaqələndirir, vizuallaşdırır. Yəni indi bunu elmi dildə dedik, kitabdakı kimi, amma indi mən bunu sizə sadə dildə, belə el dilində desək, lor dildə sizə ifadə edəcəm. Biz azadlıq deyəndə ağlımıza hansı quş gəlir? Ağ göyərçin. Görürsünüz, bu simvollaşdırmışıq da bunu. Beynimizdə olsa da onu canlandırırıq. Bax, bu simvolizm və metaforaya aiddir. Və yaxud da bərabərlik, ədalətlilik daha çox məhkəmə işçilərində, hakimlərdə nə göstərilir? Tərəzi. Tərəzi ədalətin, bərabərliyin simvoludur da. Bax, bu simvolizmdir. Və yaxud da deyirik ki, imperiya anlayışını bir metafora ilə ifadə et. Yəni, bunlar hamısı simvolizmə aiddir. Simvolizm və metaforaya aid olur. Sonra üçüncü olur ümumiləşdirmə. Ümumiləşdirmə. Ümumiləşdirmə nədir? Ümumiləşdirmə odur ki, ayrı-ayrı fakt, ayrı-ayrı nümunələrdən çıxış edərək ortaq cəhətə gəlirsən. Ortaq qanuna uyğunluq, ümumi bir prinsipdə birləşdirirsən. Ümumiləşdirmə adından göründüyü kimi də ayrı-ayrı faktları sən ümumiləşdirirsən. Ümumi bir fikrə gəlirsən. Şagirdə müxtəlif dövrlərdə baş vermiş üsyanların deyirsən ki, ortaq səbəbləri nə ola bilər? Müxtəlif dövrdə baş verən üsyanların ortaq səbəbini şagird tapmaq üçün o üsyanları ümumiləşdirməlidir. O üsyanları ümumiləşdirib ümumi bir nəticəyə gəlməlidir. Bu olur ümumiləşdirmə. Deyirəm ki, meşə, dəniz, çay nədir? Hamısı təbiətdir. Təbiətə aiddir, ümumiləşdiririk. Və yaxud da deyirəm ki, müxtəlif üsyanlar deyirik də, bayaq qeyd elədiyim kimi. Hamısının səbəbi nədir? Ədalətsizlik. Müxtəlif dövrdə baş verən üsyanların ortaq cəhəti nə ola bilər? Yəni, bunu ümumiləşdirirəm, ədalətsizlik. Və bunu mən beynimdə canlandırıram ki, o üsyanda olmuşdu, bu üsyanda bu olmuşdu, o birisi üsyanda bu olmuşdu. Yəni, onların hamısından ümumi bir nəticəyə gəlirəm ki, bu olmuşdu ədalətsizlik. Və qısaca olaraq belə ümumiləşdirək ki, gördüyüm, toxunduğum konkret təfəkkürdür. Düşündüyüm, anladığım, məna çıxardığım abstrakt təfəkkürdür. İndi bir daha öyrəndiyimizi ümumiləşdirsək. Abstrakt təfəkkür nə oldu? Abstrakt təfəkkür əzbərləmədən, əzbər danışmaq yox, öyrəndiyimi, oxuduğumu, düşünüm, anlayım, məna çıxarım, ümumiləşdirim, simvollarla ifadə edim. Bu nə olur? Bu abstrakt təfəkkür olur. Abstrakt təfəkkür hər bir insanda inkişaf etdirməlidir. Abstrakt təfəkkür daha çox hansı fənlərdə istifadə olunur? Bütün fənlərdə demək olar ki, istifadə olunur. Abstrakt təfəkkür şagirdlərdə formalaşdırmaq üçün müəllim necə dəstək göstərə bilər? Müəllim hansı strategiyalardan istifadə etməlidir? Konseptuallaşdırma tapşırıqları verməlidir, simvolizm və metaforadan istifadə etməlidir, ümumiləşdirmə bacarığı formalaşdırmalıdır. Konseptual tapşırıq nə idi? Konseptual tapşırıq o idi ki, şagird öyrəndiyi anlayışın mahiyyətini bilsin, ideyasını dərk etsin. Burada məqsəd tərifi əzbərləmək deyil, anlayışı öz sözlərindən ifadə etməkdir. Öz kontekstindən məsələyə yanaşmaqdır. Enerji anlayışının gündəlik həyatda nümunə ilə izah et. Özü izah edir. Bu konseptuallaşdırma tapşırığıdır. Simvolizm və metafora nə idi? Hər hansı bir bənzətmə, obraz, nə bilim bir modellə əlaqələndirirsən, vizuallaşdırırsan. Bu zaman deyirəm ki, bayaq qeyd etdiyim kimi sülh rəmzi, azadlıq rəmzi, sülh rəmzi ağ göyərçin. Bu bunun simvoludur. Ümumiləşdirmədə öyrəndiyindən bir nəticə çıxarırsan və üçüncü ümumiləşdirmə tapşırığıdır. Öyrəndiyindən bir nəticə çıxarırsan. Müxtəlif dövrlərdə baş verən üsyanların ortaq cəhəti nə ola bilər? Ümumiləşdirib bir anlayış, bir fikir ifadə edirsənsə, bu sənin artıq abstrakt təfəkkürün olur. Abstrakt təfəkkür düşündüm, anladım, məna çıxardım. Bu anlama gəlir. Bugünkü izahımız bu qədər. Sağ olun, hər birinizə xoş dinləmələr.